Salam əziz tamaşaçılar. GSF TV-nin xəbərlər verilişinin növbəti buraxılışı artıq efirdədir. Bildiyiniz kimi 9 oktyabr Azərbaycanda prezident seçkiləri günüdür. Əməkdaşımızın Xocavənd rayonundan prezident seçkiləri ilə bağlı hazırlamış olduğu reportajı izləyək. Lövhədən göründüyü kimi qeydə alınmış namizədlərin bəziləri bölgələrdə hələ də təbliğat təşviqat işlərinə maraqlı olmayıblar. İnsaf naminə deyək ki, yerli sakinlər özləri də etiraf edirlər ki, bugünədək ərazidə hansısa namizədin özü və ya vəkili əhali ilə görüşməyə maraq göstərməyib. Heç adi bir broşür də paylayan olmayıb. Namizədlərin öz təbliğat işlərinə nə qədər maraqlı olub olmamasına rəğmən, dairə və məntəqə seçki komissiyaları səsvermə prosesinin keçirilməsinə tam hazırdır. 124 sayılı Şuşa Ağdam Xocalı Dairə Seçki Komissiyasının Xocavənddə yerləşən 8 məntəqəsi öz işinə hazır vəziyyətdədir. 39 sayılı seçki məntəqəsidir bura. Demək olar ki, seçkiyə tam hazır vəziyyətdədir məntəqə. Dairə Seçki Komissiyası tərəfindən məntəqə demək olar ki, bütün ləvazimatlarla təmin olunmuşdur. Bildirişləri hamısını paylayıb qutarmışıq. Bütün vətəndaşlara çatdırılıbdır. Xocavənd rayonunda yerləşən seçicilərin hamısı məcburi köçkünlərdir. Ona görə də burada mövcud olan səsvermə məntəqələri məcburi köçkünlərin kompakt məskunlaşdığı qəsəbələrə əhatə edir. Bizim seçki məntəqəmiz demək olar ki, Xocavənd rayonu 500 ailəlik qəsəbəni əhatə edir. Demək olar ki, Xocavənd rayonunda 8 seçki məntəqəsi var. 39 sayılı seçki məntəqəsi də burada bizim mədəniyyət evində yerləşdirilmişdir. Bizim 864 nəfər seçicimiz var. Məntəqə sədri deyir ki, indiyədək onlara ərazidə exit polun keçirilməsi və prosesin xarici müşahidəçilər tərəfindən izlənəcəyi haqda heç bir məlumat verilməyib. Hələlik bizim seçki məntəqəsində heç bir qeydiyyatdan keçməyib xarici müşahidəçilər. Hələ bizə bir məlumat verilməyib ki, exit pol keçiriləcək yoxsa yox. Bəs xarici müşahidəçilərimiz varmı? Xarici müşahidəçilər də demək olar ki, hələ burada məntəqədə qeydə alınmamışdır. Bəs seçicilər necə? Namizədləri tanıyırlarmı? Hansısa namizədlə görüşüblərmi? Sorğumuzdan məlum olur ki, onlar namizədlərin əksəriyyətini ancaq televiziya ekranlarından görüb tanımalı olublar. Bir nəfər yaxın nümayəndəsinə görüş keçirib. Bəs namizədlərin hamısını tanıyırsınız? Bəli, tanımız da var, tanımadığımız da var. Bildiriş almışıq. Haradasa sırağa gün almışıq, bildiriş. Seçkilərdə iştirak edəcəksiniz? Bəli. Namizədlərin hamısını tanıyırsınız? Bəzilərini tanıyıram, bəzilərini yox. Namizədlərin hər hansı biri ilə görüş keçirilir? Xeyr. Yeni Azərbaycan Partiyasının vəkili ilə görüş keçirilir. Bəs bildiriş vərəqəsi almışsınız? Bildiriş vərəqəsi seçki məntəqəsi tərəfindən bir həftə bundan qalıb paylanır. Namizədləri tanımasalar da, seçicilər səsvermə məntəqələrinə gedəcəklərini deyirlər. Yəqin hər kəsin öz seçimi indidən məlumdur. İş vərəqələrini vaxtında almışıq və seçkilərə getməyə tam hazıram. Ucqarda yerləşməsinə rəğmən, buradakı məntəqə seçki komissiyalarının təminat və təchizat məsələləri həll edilib. Bir neçə məntəqədə səsvermə prosesini onlayn izləmək üçün tədbirlər görülüb. Seçki öncəsi ən əsas məsələlərdən biri seçici siyahıları və seçicilərin həmin siyahılara tanış olmasıdır. Amma bəzən elə ola bilir ki, insanlar qeydiyyatda olduğu məntəqələrdən uzaqda ola bilirlər. Bu məsələlərlə bağlı isə əməkdaşımızın Media Hüququ İnstitutunun eksperti Xalid Ağaliyevdən aldığı müsahibəni izləyək. Seçici siyahılarının dəqiqləşdirilməsini, hazırlanması, təsdiq olunması prosesini məntəqə seçki komissiyaları həyata keçirirlər. Onlar bu komissiya siyahıları hazırladıqdan sonra eyni zamanda onlarla vətəndaşların da yaxından tanış olması üçün buna şərait yaratmalıdırlar. Bunun üçün siyahılar dəqiqləşdirildikdən sonra onlar vətəndaşların rahat görə biləcəyi yerlərdən asılmalıdır ki, vətəndaşlar tutalım kimin nəsə təmasa girmədən belə rahatlıqla o siyahılarla tanış olmaq imkanı əldə etsinlər. Səsvermə gününə 25 gün qalmışsa, məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirirlər. Yəni, bu müddət ərzində vətəndaşlar siyahılarda yoxlaya bilər, orada öz adlarının olub-olmadığını aydınlaşdıra bilər və əgər adları yoxdursa, bununla bağlı müvafiq addımlar ata bilərlər. Bu da nədən ibarətdir? Əgər seçici
siyahıda öz adının olmadığını müəyyən edərsə, adının deməli siyahıya daxil edilmədiyini müəyyən edərsə, bununla bağlı məntəqə seçki komissiyasına müraciət edə bilər. Belə bir haqqı var. Məntəqə seçki komissiyası deməli vətəndaşın müraciəti daxil olduğu gün deməli daxil olduğu gündən sonraki 5 gün ərzində müvafiq araşdırma aparmalı və müraciətlə bağlı müvafiq qərar verməlidir. Əgər müraciət seçki günü daxil olubsa, əgər müraciət seçki günü daxil olubsa, deməli dərhal bununla bağlı araşdırma aparmalı və müvafiq qərar qəbul etməlidir. Bu qərarda deməli vətəndaşın seçki siyahısına daxil edilməsi ilə bağlı ola bilər, yaxud da müraciətin əsassızlığı və ümumiyyətlə qərar dərhal olmalıdır, araşdırılır və dərhal qərar verilməlidir. Səsvermə günü Azərbaycan Respublikası ərazisindən, Azərbaycan Respublikası hüdudlarından kənarda olan şəxslər, bunlar ezamiyyətə getmiş şəxslər ola bilər, xaricə səfərlərə getmiş şəxslər ola bilər. Onların səsvermədə iştirak etməsinə də şərait yaradılmalıdır. Yəni qanunvericilik, seçki qanunvericiliyi buna imkanlar yaradır. Bunun üçün Azərbaycan Respublikası ərazisindən kənarda olanlar, xaricdə olanlar, ezamiyyətdə olanlar həmin ərazidəki Azərbaycanın müvafiq qurumlarına, konsulluq xidmət müvafiq qurumlarına müraciət etməlidirlər. Həmin qurumlar vətəndaşların müraciətlərinə baxaraq qərar verirlər və qərar verərkən onların ezamiyyətdə olması faktı əsas götürülərək belə qərarlar qəbul edilir. Müraciət edən şəxslərin sayı, ezamiyyətdə olan şəxslərin sayı 50-dən artıq olarsa, deməli müvafiq seçki məntəqəsi yaradılar və vətəndaşların seçkilərdə məntəqəsi yaradılmalıdır və vətəndaşların seçkidə iştirak etməsi deməli təmin olunmalıdır. Səsvermə günü yaşayış yerində olmayan vətəndaşlar, tutalım hansısa sanatoriyada dincələnlər, hansısa xəstəxanada müalicə alan vətəndaşların səsvermə hüququnun təmin olunması ilə bağlı seçki qanunvericiliyində, seçki qanunvericiliyi bu məsələləri də təmzimləyir. Deməli, əgər xəstəxanadadırsa vətəndaş, sanatoriyada dincəlirsə, bununla bağlı həmin müəssisədə yaradılan məntəqədə həmin vətəndaşlar səs verirlər. Əgər ola bilər ki, həmin məntəqədə, deməli müəssisədə seçki məntəqəsi yaradılmasın. Əgər belə məntəqə yaradılmayıbsa, deməli onlar həmin müəssisənin rəhbərinin təqdim etdiyi müvafiq sənədlə həmin ərazinin daxil olduğu məntəqədə öz şəxsiyyət vəsiqələrini də təqdim etməklə səsvermədə iştirak edə bilərlər. Müvəqqəti Bakı şəhərində işləmək üçün gələn vətəndaşlar səsvermədə iştirak etmək istəyirlərsə, onlar bununla bağlı müvafiq ərazidəki məntəqə seçki komissiyasına müraciət etməlidirlər. Onların belə haqqı var. Amma onlar müraciət edərkən müraciət etdikləri tarixdən əvvəlki 6 ay ərzində həmin məntəqənin ərazisində yaşadıqlarını təsdiqləyən sənəd deməli həmin məntəqəyə təqdim etməlidirlər. Bu da ondan ibarətdir ki, onlar qeydiyyatda olduqları, müvəqqəti yaşadıqları yer barədə də müvafiq deməli məntəqəyə məlumat təqdim etməlidirlər. Yeni regionlardan danışırıq. Bu dəfə isə Tərtərdən olan əməkdaşımızın hazırladığı reportajı izləyək. Bura Tərtər rayonudur. Bildiyimiz kimi cəbhə bölgəsidir. Lakin buna baxmayaraq burada da başqa rayonlarda olduğu kimi prezident seçkilərinə ciddi hazırlıqlar gedir. Seçki məntəqələri elektrik, telefon və seçki qutuları ilə tam təmin olunubdur. Rayonun inzibati mərkəzi olan Tərtər şəhərinin ümumi görkəmindən seçki əhval-ruhiyyəsi hiss edilməsə də, həmsöhbət olduğumuz adamlar arasında seçkilərə maraq aydın sezilir. Həmsöhbətlərimizin böyük əksəriyyəti seçkiyə hazır olduqlarını deyirlər. Cəbhədə Tərtər rayonu prezidentimizin seçkisinə böyük hazırlıq görür. Seçkilərdə iştirak edəcəksiniz? Bəli, seçkidə iştirak eləməmək heç cür mümkün deyil. Sizin ailənizdə
Ailenizdə sizdən başqa neçə nəfər var? Bizim ailəmizdə məndən başqa 8 nəfər. Seçki hüququna malik insan. Bəli. 2 nəfəri tanıyırım da, mənim çox ortalığa çıxmıram ki, məsələn, o seçkidə o zadlara baxam, görüm kimlərdir. Bəs bildiriş vərəqəsi verilib sizə? Bəli, verilibdir. Bildiriş vərəqəsi verilib, mən burada yoxudum. Dünən gəlmişəm, ona görə də hələ bildiriş vərəqəsinə baxmamışam, görüm kimlərdir namizədlərimiz. Sağ olun. Başda seçkilər yaxınlaşır, iştirak edəcəksiniz seçkilərdə. Bildiriş vərəqəsi almışsınız. Bəs namizədlərin hamısını tanıyırsınız? Xeyr, tanımıyorum. Burada namizədlərlə görüş keçirilmir. Hələ görməmişim namizədlərin iş bölümünü. Sizin ailənizdə neçə nəfər var seçkilə iştirak? Vaxtilə ərazidə gedən müharibənin Odalovunun içindən çıxan bu rayonda həyatın yenidən qaynar hala gəlməsi üçün sakinlər min bir əziyyətdən keçməli olublar. Müharibənin vurduğu zərbələrə baxmayaraq buranın sakinləri ilk bildirlər və özlərini seçkilərdə iştirak etməyə tam hazır hesab edirlər. Qarşıdan seçkilər yaxınlaşır, iştirak edəcəksiniz seçkilərdə? Bəli, hamı bir nəfər kimi. Çox gözəl. Namizədlərin hamısını tanıyırsınızmı? Məlumatınız var mı? Hə, tanıyırıq, tanımırıq. Bəs burada bu rayonda namizədlərlə görüş keçirilir? Keçirilir, hə. Hər şeydə olur. Olur, çox gözəl. Sizə bildiriş vərəqəsi verilir? Verilir. Mənim nəvələrim. Hə, verilir. 3-4 gündür verilir hələ. Başqa dövlətdən gəlib iştirak eləməyəcək bizim seçimimizdə. Demək iştirak edəcəksiniz? Tanışın, əlbəttə. Çox gözəl. Namizədlərin hamısını tanıyırsınız? Əlbəttə tanıyıram. Sizə bildiriş vərəqəsi verilirmi? Verilibdir. Və seçim maraqlanmışsınız, siyasi qaldığınız yoxdur. Var, maraqlanmışam. Heç bir problem yox. 95 saylı Tərtər Dairə Seçki Komissiyasından verilən məlumata görə, komissiya səsvermə günü öz işini problemsiz yerinə yetirmək üçün tam hazır vəziyyətdədir. Bu məntəqə seçki komissiyaları demək olar ki, bütün seçki prosesinə tam hazırlıqlar başa gətirilmişdir. Şəhər və kənd seçki məntəqələrindən bir neçəsinin fəaliyyətini onlayn izləmək mümkün olacaq. Üstəlik də 2 dənə kənd məntəqəmizdə kameralar quraşdırılmışdır. 8 məntəqəmizdə istəyirsiniz adlı saniyə bilərəm. Onlar da hazır vəziyyətə gətirilmişdir. Maraq doğuran faktlardan biri də budur ki, seçkilərdə yaşı 100-ü ötmüş 20-dən çox seçici məntəqələrə gələrək iştirak edəcək. Demək olar ki, 100 yaşından yuxarıdır. 80-100 yaşlılar da harada varsa 1000-1200 arasındadır bu seçicilərimiz. Biz onlara daim əlaqə saxlamışıq. Hansısa xəstələr varsa onların seçki günü proses heç bir problem yaratmaması üçün onlara daşına qutu göndərilməsi üçün onların artıq siyasi götürülmüşdür. Ənənəvi olaraq sonda ictimai sorğu bölməmizə keçirik. Bu dəfə isə paytaxt sakinlərindən prezidentliyə namizədlərin platformasından nə dərəcədə məlumatlı olduqlarını soruşduq. Namizədlərin platformasından tanışsınız? Yox. Bəs nə vəd eləyir onlar sizə onu bilirsiniz? Onun heç birinə mən inanmıram. Namizədlərin platformasından tanışsınız? Xeyr. Bəs nə vəd eləyir onlar sizə bilirsiniz? Xeyr, tanışdım. Namizədlərin platformasından tanışsınız? Bəli. Nə vəd eləyir onlar sizə? Bəziləri özünü yaxşı aparmır, bəziləri şeydə namizəti də verib də. Amma mən yeganə bir namizəd orada İlham Heydəroğlu'nu görürəm və ona səs verəcəm. Mənim fikrim dəqiqdir, yekdir. Çünki onun həm xarici diplomatı, həm daxili diplomatı sahəsində, həm gördüyü işlər var, göz qabağındadır, həm də ki, o böyük öndərin bizə yadigarıdır. Böyük bir şəxsiyyətin. Ona görə də mən öz səsimi şəxsən İlham Heydəroğlu'na verəcəm. Qanunları mən tanımıram və tanımaq istəmirəm. Namizədlərin platformasından tanışsınız? Yox, biz siyasətlə boş şeylər. Hələ bilmək olmaz, hələ deyə bilmərəm. Namizədlərin platformasından tanış olmusunuz? Xeyr. Bəs nə vəd eləyir onlar bilirsiniz? Hamı bir namizəd vədləri çoxdur. Televizorda, deputatda qulaq asıram. Ancaq ki, hələ ki, güclü bir proqrammasını irəli sürə bilən bir prezident görmürəm. Prezidentliyə namizəd görmürəm. Namizədlərin platformasından tanışsınız? Namizədlərdən yalnız Cəmil bəyin platforması ilə tanışam. Digərlərindən qısaca Ümid Partiyasının namizədinin platforması ilə tanış olmuşam. Amma digərlərinin platforması ilə tanış deyiləm. Və düşünürəm ki, digər namizədlərin ciddi platformalarda yoxdur. Sadəcə seçki şousunu yaratmaq naminə
namizədliyini vermiş şəxslərdir. Namizədlərin platforması ilə tanışdınız? Bəli, tanışım. Nə vəd eləyir onlar sizə? Biri deyir Qarabağ alacam, biri deyir nə bilim vergiləri azaldacam, maaşları çoxaldacam, amma heç birinə inamım yoxdur. Heç birinə. Bir dənə bir alim var, hansı adı yadından çıxdı, o bir dənə qəşəng bir söz deyib, səs vermək nəyisə dəyişsəydi onu qadağan eləyərdilər. Namizədlərin platforması ilə tanışdınız? Tanışam, görmüşəm, vədlərə inanmıram. Hansı boş şeydir. Bir dənəsi mənə çox xoşum gəlir, dəyişən inkişaflı vaksin temasını götürüb qoyurlar, vaksin mövzusu. O biraz mırtdır. Yəni ki, inanıram ki, yəni səs verməməkdənsə səs verəcəm, kim necə başa düşsün, balıq avcısı səs. Namizədlərin platforması ilə tanışdınız? Hə, tanışım. Nə vəd eləyir onlar sizə? Of, nə vəd eləyir. Ümumiyyətlə, insanın fikirlərini tam təsdiqləyəcək bir namizət yoxdur məndə Azərbaycanda. Ona görə də seçkilərə də iştirak edirəm. Namizədlərin platforması ilə tanışdınız? Yox, mən o şeylərə qarışmıram. Namizədlərin platforması ilə tanışdınız? Bəli. Nə vəd eləyir onlar? Mən konkret bir namizədin platforması tanışam. Cəmiyyəsi Milli Şuranın vahid namizədi Cəmiyyəsi Sənin platforması ilə. O bizə diktatorasız bir ölkə vəd edir. Ən əsas odur. Ədalətsiz bir ölkədən ədalətli bir ölkə keçidi vəd edir. Və açığı da mənə qane edir. Əsas da budur. Namizədlərin platforması ilə tanışdınız? Belə də. Biz onu bilirik ki, İlham Əliyevdən başqası biz görmürük də prezidentə namizəd. Yəni mən şəxsən öz fikrimi deyirəm, mən görmürəm yəni. Belə əziz tamaşaçılar, bu həftəlik də verilişimizin sonuna çatdıq. Gələn həftə bizi izləməyi unutmayın. Sağ olun.